Sabahınız xeyir dostlar. Bugün sizler için bir universitet vlogu çəkirəm. Düzdürmə 3 gün ilə gedirəm. Bir dünən çəkməmişəm video, amma sabahdan universitetə getmirəm. Nizami korpusuna gedəcəyik, çünki orada tədbirimiz olacaq. Sabahınız xeyir xanım. Enerji kaynakları geldi. Bu aşağıdan görünməyəndə xoşuma gəlmir. Mütləq görünməlidir ki, mən makbuzda yemişim. Sən qaybın var. 3. Ben tanıram da malını. Olsa gələr bir dənə, yəni neynəsəm də qutarım. Uniqin yolkasına arzumuzu yazacağıq. Ne istəyirəm? Yer axtarıram, bircə saniyə. Sağlamlıq zat da yazdım uşaqlar. Hamımız üçün bol-bol uğurlu, düşərli il olsun. Universitetə bir dərslik gələcəyimi bilsəm, o dərs 3-cü dərs olardı da. Yəni Fidan məni yoldan çıxartdı, yeməyə gedirik. 2 dərsimiz qalıb, 2 dənə də qaybım qalıb o dərsin. Ona görə boş verin. Merhaba arkadaşlar, merhaba. Dokumu vurdum, lipstikimi çektim, lipstik. Allah şullah. Fidanla gəlmişik çay içməyə. Fidan. Neşin görünüyor. Dedik həm çay içərik, həm də İngilis dili kursumuzun tapşırığını yerinə yetirərik. Allah xeyir. Teşekkür ederim. Uniqin Nizami korpusunu sizə gəzdirəcəm. Özüm də ilk dəfə gəzəcəm. Şəkərsizdir. Dəftərim necədir? Özümə oxşayır. Teach, learn, buy, sell. Kursa gəlmişdi, İngilis dili kursuna. İndi çıxdıq dərsdən. Bir qəşəng dərs idi, maraqlıydı. Qəşəng keçdi, bəyəndim. Sabahınız xeyir. Yepyeni bir gündən hello. Bugün dərs üçün universitetə getmirik, amma Uniqin Nizami korpusuna gedəcəyik. Şiyalı suyumu içdim, saçımı vurmuşam. Əndə makyaj edib bir evdən çıxacağıq. Belə bir gün kremindən istifadə edəcəm. Mən artıq 2 həftəyə yaxındakı makyaj eləməməliyəm yəni. Üzümdəki bu səpkilərə falan görə müalicə alıram. Müalicə dövründə makyaj eləməməliyəm. Buna görə də həkimin yazdığı gün kremindən istifadə edirəm. Bu arada bu gün kremi çox qəşəngdir. Biraz sarı tonludur, düzdür. Makyajımı da elədim, gəldim çox vaxt itirməmək üçün. Makyajım da bu şəkildə oldu. Gördüyünüz kimi yəni bayaq ki üzümün üstüne bir tamelli vurmuşam, sadece sarı alt tonlu. Saçım bu arada bu kadar buruk olmayacaq. Birazdan açacağım bunları, amma mənim saçım çox tez açıldığı üçün hələ ki vurmuram. Çıxana yaxın biraz əlimlə açıb, ondan sonra da lak vuracağım. Yəni Fidan mənə sual. Fidan hər səhər mənə sualır. Bəli, korpusuna gedirik. Qəşəng olmuş. Təcə birinci dəfə gedir. Özü qəşəng olmuşsa. Şika. Sonra her yanım. Ben video çekmişsiniz. Ceza aldınız mı? Bak ailem. Bu ne de metroda? Bu ne de metro? Bu ne de tədbir çəkir? Metronun içinde bu ne der çekil? Ben çay insanıyım. Çay bir kültürdür. Sen seversin, sevmezsin. Ben ilgilenemem. Çay severim. İndi qutar tədbirimiz. Hədiyyəmizi də götürdük, yedirik. Yeməyi təbii ki də. 0.5'dir, qorxma. 2 deyil. Korkma. Korkma Gizem. Bizdə yer tapdınız, tapmadınız yer yoxdur da. Yəni burada maşallah həyətlər də var. Düzdür, qışa verimli deyil, amma neysə. Tanım test eləyirik arkadaşlar. Qəşəng. Turşunda da baxırıq. Turşular da qəşəngdir. Zordur. Salatlayın. Qəşəngdir. Anam size elçi gelir, anam size elçi gelir. Tamam arkadaşlar. Hədiyyəmizi açırıq. IT biliklərindən istifadə edərək orada birinci yerə. Böyle bir tane şey var. Bir tane de uşaqlar 50% indirim kuponumuz var. 5 manata satıram bunu uşaqlar 50% indirim kuponu. Bahalı kursda. Qoyuram. En çok yorum bakımına hediye vereceğiz. Bir tane ruçkamız var. Bir tane de dəftərimiz var. Çox qəşəngdir bu arada. Rəngi çox qəşəngdir. Finallara hazırlaşacağım bu dəftərdə. Gözəl məlumatlar, gözəl tədbirə və gözəl hədiyyələrə görə Diva TV-yə təşəkkür edirik. Sağ olun. Burada sizin reklamımız ola bilər. Deməli Xədicə deyir ki, bu diva kəmini. Əsla bu diva. Diva. Kıdemi. Başa düşdüm. Oh my God. Kafeni tapmağa çalışırıq, universitetdən çıxmışıq. İçəri şəhərdə 50 kruq atmışıq. Hələ ki. Hələ ki. Və hələ yarısındayıq yolun. İngiliscə danışırıq. Çünki biz turistik. Yes guys, let's go. We are talking in English, but Because we are tourists. We don't know why. Next video will be in English. And the topic will be about İçəri şəhər. İçəri Yes. şəhər. Trip to İçəri şəhər.
O kadar zorman tapdık. Bir tane dayı var, sağ olsun o bizi getirdi. Ama kafe çok istedik. Yorulda yazır, izleyin, like etmeyin. O içten o linç edeyim. Ay ne şirin. Bir yeni insanlar tanıştık. Tanıyıp. Ben tanımışım. We are going to metro. Home. We will going at home. Yepyeni bir gündən hər kəsə salam. Dünən etibarilə artıq universitetimin birinci semestri bitib. Əslində tam bitməyib. Bugün və sabahda dərslər var. Amma mən qayiblərinin hərəsindən birini saxladığım üçün bu həftə sadəcə birinci gün dərsə getmişəm. Onsuz da 3 gün əyani şəkildə gedirdim. Onun sadəcə bir gününü getdim. Demək olar ki, hazıram. Səhər rutinimi gördünüz. Ananas şurubu içdim, çiyalı suyumu içdim, yeməyimi yedim, kofemi içdim, gəldim. Çimmişdim, saçımı qurutdum, saçımı vurdum və bu şəkildə yığdım ki, mən çıxana qədər açılmasın. Mənim saçım çox tez açılır. Təzə aldığım bu cinsimi geyinmişəm. Üstünə də bu şəkildə bir poli geyinmişəm. Bir də dünən gələn karqomdan təzə bir jaketim var, onu giyinəcəyəm. Makyajımı eləyim, ondan sonra sizə dünən gələn karqolarımı da göstərəcəm. Bugünkü kombinimiz bu şəkildədir. Bu jaket dünənki karqolarımın arasında gəlmişdi. Evdən çıxmağıma 10 dəqiqə var. Ona görə karqolarımı indi sizə göstərə bilməyəcəm. Bir də uzun uzaq danışa bilməyəcəm. Ona görə axşam gələn kimi ilk işim sizə karqolarımı göstərmək olacaq. İndi sumkamı götürüb evdən çıxıram. Açanda baxarsınız, sürpriz. Aa selam arkadaşlar. Ben Edith çok acıyım. Bir var ya 2025 kor var ya trendleri. Ona doğru Steve'den seçiyorum. Ben size göstereyim sen aklımadan birini değilsen. Anlat kız anlat. Salam. Bayaq qrupda çox video çəkə bilmədiyim üçün sekretsan hədiyyəmi də görə bilmədiniz. Pingvinim var. Minison oyuncaqları bu arada əvvəl daha yumşaq olurdu. Düzdür, bu da yumşaqdır, amma əvvəl belə yumuş olurdu. Bu şəkildə yeni bir ayıcıq kilidi açıldı. Bunu da sizə göstərmək istədim. İndi keçirik karqolarıma. Mən bu markadan keçən ildə bir ajanda almışdım. Keçən ilə nisbətən qiymətləri biraz qaldırıblar. Hardasa bir 5-6 manat fərq eləyir hər ajandada. İçindən 2 dənə belə hədiyyə çıxır. Bu şəkildə çox şirindir. Ümumiyyətlə buradan nəsə aldığınız zaman həmişə hədiyyə qoyurlar içinə. Bir də bu şəkildə kitab ayırıcıları olur. Aldığınız ajandaya uyğun. Məsələn, mən keçən il rəngarəng bir ajanda almışdım. Bandik listəsi rəngarəng idi onun. İlk öncə kiçik olanı göstərəcəm. Bu şəkildə. Bunu əslində mən böyük gözləyirdim. Bu bir oxuma ajandasıdır. Qarşınıza 100 kitab hədiyəsi qoyursunuz və daha sonra başlayırsınız onları bir-bir oxumağa. Oxuduqca da bu şəkildə içində məsələn 52-ci kitabdır burada. Kitabın adı, yazarı, kitabın mövzusu, kitabı başlayıb bitirdiyimiz tarix falan hər şey yazırsınız. Nə qədər bəyəndiyinizi, oxuma kolaylığını, hər şeyi burada qeyd edirsiniz. Ümid edirəm 2026-da 100 kitab oxuyaram və bura qeyd edirəm hamısını və keçirik ikinci ajandamıza. Həftəlik ajandalardandır. Rəngləri çox qəşəngdir. Ümid edirəm ki, artıq ajanda yazma alışqanlığında bir hobi olaraq seçəcəm özümə. 2026-nın həm 2027-nin təqvimi var gördüyünüz kimi. Da həm 2026, həm 2027-dəki əlamətdar günlərdir. Özəl günləri buraya yazırıq. Yenə oxuyacağımız kitablar, izləyəcəyimiz filmlər, gəzmək istədiyimiz yerlər, illik hədəflərimiz var. Buranı dolduracağam il başlamadan. Bir yerdən sonra isə sadəcə notlarınızı falan tutmaq üçün istifadə edə bilərsiniz. Burada nöqtəli vərəqlərdir sona qədər. Önəmli notlarınızı və bir də içindən stiker çıxır. Bu da çox şirindir, çox qəşəngdir. Nəysə dostlar, karqolarım bu qədər idi. Uzun müddətdəki kanala video yükləmirdim, amma yeni ildən artıq hər həftə video yükləməyə çalışacağam, düzənli olmağa çalışacağam. İstək videolarınızı yorumlara yaza bilərsiniz. Ümid edirəm videomu bəyənərsiniz. Kanalıma abunə olub videolarımı bəyənməyi, paylaşmağı unutmayın. Bu qədər, sağ olun.